Biraz başka bir ekspertin, Ukraynalı məşhur bir jurnalist, siz də tanıyırsınız onu, Dmitri Gardonun yaxşı bir sözü vardı, xatırlayıram, Tramp hakimiyyətə gəlməmişdən əvvəl. O deyirdi ki, Tramp ən Rusiya üçün, e, yəni anlaşılmaz bir rəqib. Əslində Biden və ya ondan sonraki gələn Kamala Harrisin əslində mövqeyi bəlli idi. Deyirdi, müharibə belə qurtara bilər. Tramp Putinə deyəcək ki, mən müharibəni qurtarıram. Müharibəni əgər sən bitirməsən, mən sizə deyək ki, Ukraynaya xeyli F-16 verəcəm və ya raketlər verəcəm. Və ya Ukraynaya əgər tərəfdən müharibəni təzyiq etmək üçün deyəcək ki, mən də sənə silah verməyi dayandıracam. Fakt budur ki, Trumpın və onun administrasiyası elə bir reallıqla üzləşib ki, Ukraynaya daha çox yardım etməyə məcbur qalıb. Trumpın komandasının görünür müharibə haqqında təsəvvürləri bu dərəcədə deyilmiş. Onlara elə gəlir ki, elə həqiqətən Qəzzadakı kimi Netanyahuya zəng girəcək, ona zəng girəcək və ya ki, indi Azərbaycanla Ermənistan hər halda Rusiya deyil. Yəni bu Qafqazın dövlətləridir, yəni dövlətlər, yəni güc mənasında deyil. Yəni, onların bir şəkildə, yəni bir araya gətirmək rahatdır. İkincisi də bitmiş müharibədən bəhs edirik. Amma bitməyən müharibə, üstəlik müharibənin tərəflərindən biri Rusiyadırsa, bunun acı reallığı nə ola bilər? Acı reallığı ondan ibarət ola bilər ki, bir şəkildə ona ya təzyiq göstərməlisən, ya da onun nə deyirsə, onunla razılaşmalısan. Avropa və ya Amerika vaxtilə belə bir acı təcrübədən keçib 38-ci ildə Münhendə Hitler nə demişsə, hamısıyla razılaşdılar ki, bir təhər onu sakitləşdirə bilsinlər. Hətta Neville Chamberlain əlində bir kağızla gəldi o təyyarədə ki, mən artıq müharibəni bitirdim, belə Trump kimi. Sonra məlum oldu ki, orada da Churchill özünü öldürürdü ki, nə müharibə ama bu adamın iştahını heç bir Çex, Slovakiya, nə bilim, Polşa qabağını ala bilməyəcək. Amma nəticəsi də göz önündədir. 39-cu ildə müharibə, o imza atanlardan biri də bilirsiniz ki, Fransa prezidenti Edouard Daladier idi. Bir ildən sonra gəldi, 2 ildən sonra deyək, Hitler gəldi, Fransanın özünü işğal elədi, Londonu bombardıman elədi. Yəni, necə deyirlər, bu ki, ortaya çıxdı. Yəni, bir tərəfi, yəni, sülhə vadar eləmək istəyirsənsə, sən o tərəfə özünün nə dərəcədə əzici üstünlüyə malik olduğu göstərməlisən. Kaş ki, bu Tomahawklar, bu HIMARS-lar, bu deyək ki, F-16'lar Ukraynaya daha öncədən verilsəydi, mənim fikrimcə heç bəlkə də Ukraynaya Rusiya bu dərəcədə hücum eləməyi də ağlına gətirməz.